buradan səslənirəm vicdansız, şərəfsiz, xalqa düşman olan 124 dənə, 125 dənə millət vəkillərinə. Siz nə qədər vicdansız insanlarsınız? Niyə görə bu millətin tərəfində dayanmırsınız? Niyə görə bu milləti müdafiə eləmirsiniz hüquqların? Hə? Biriniz çıxıb deyirsiniz ki, uşaq pulu verilməsin. Uşaq pulu verirlərsə valideynlərdə asıllıq olar, tənbəllik eləyər, valideynlər heç bir yerdə işləməz, düşünər ki, dövlət uşaq pulu verirsə, siz nə qədər vicdansız, şərəfsiz, murdar məxluqlarsınız, utanmırsınız siz, hə? Utanmırsınız, alçaqlar. Bir yüz də çıxıb deyir o Aqil Abbas, bir ayağın oradadır, bir ayağın çöldədir. Durub orada çıxış eləyirsən ki, tələbələrə buradan səslənirəm, Qarabağdan yenidən qurma işləri gedir, inşaat işləri gedir, nə bilim nə gedir. Buradan səslənirəm tələbələrə, gedib avara-avara küçələrdə dayanıb gəzincə gedin, hamınız toplu şəkildə Qarabağda təmənnasız işləyin. Sən hansı tələbəyə dəstək oldun? 100 minlərlə, milyonlarla tələbələri var. Hansına dəstək oldunuz? Hə? Hansı tələbə universiteti bitirəndən sonra öz oxuduğu fakültəyə uyğun işlə təmin olunub? Hansı olub, hə? İndiyə qədər. 1000 nəfərdən bir dənəsi, o da rüşvət almışsınız. Nə qədər vicdansız insansınız, utanmırsınız siz. Nə qədər əxlaqsız insanlarsınız siz. Sizi bu millət seçməyib və siz ora rüşvətlə gəlib oturmuşsunuz.